Bakının Yasamal rayonu 2-ci Alatava yaşayış massivində Vətən müharibəsinin şəhidi Nurlan Mustafayevin doğulduğu məhəlləyə gedən yolun asfaltı yarımçıq vurulub. Bir xəbər media xəbər verir ki, bu barədə məhəllə sakinləri Tribuna Azah müraciət ediblər. Bildirilib ki, bir müddət əvvəl onların xahişi ilə Yasamal İcra Hakimiyyətinin rəhbəri Elşad Həsənovun göstərişi əsasında məhəlləyə asfalt vuranlar gəlib, amma Yasamal Bələdiyyəsi adından gələn şəxslər yolu yarımçıq asfaltlayıb gedib, hətta şəhidin küçəsini belə normal asfaltlamaq istəməyiblər. Sakinlər bildirir ki, onlar şikayət edəndə heç bir nəticəsi olmayıb. Belə görünür ki, ayrılan vəsaitdən mənimsəməyə yol verilib. Əks halda dar bir küçənin 300 metrlik yolunu asfaltlamaq çətin olmamalı idi. Ən azından şəhidin adına hörmət qoyaraq bunu etmək olardı. Sakinlər Yasamal icra başçısından və Azərbaycan Avtomobil Yollarının rəhbərliyindən küçənin qalan hissəsini də qısa müddətdə əsaslı şəkildə təmir olunmasını xahiş edirlər.